jurnalistsiniz de size demək lazımdır bunları. Kardeş ama biz çekişimizden sonra olar. Bitirin. Buyurun bildirin. Gözlüğün zahmet olmazsa. 2014-2015-ci ildə bura uçmuşdu. Bura aşmışdı. Həmin o vaxtda da burada Yaşıllaşdırma İdarəsinin adamı var idi. Bu ağacların hamısını o əkib. Burada nə qədər görmüşsən, bu dağ ətəyi. Bura seismik zat deyil. Sadəcə yulan qumdur. Adam dedi ki, bura ağac əkin, beton tökməyin. Mütəxəssis Yaponiyadan gəldi, yenə beton tökdü, getdi. Həmin beton bile həmişə də aşır da. O nə vaxt olursa həmin şey yenə aşacaq. Bu aşacaq, ömrü boyu da aşacaq. Strateji obyektdir bura. Bura strateji yoldur. Bu Azərbaycanın elə bir Alternatif yolu. köməkçi yoldur bura. Köməkçi, strategiyadır da bu, strateji deyirlər buna. Şəhər dənizə girək, dəniz bağlandı, buradandır yol. Başqa yol yox. Bu qədər cəmaatı yenə yolu bağlandı, bax. Aşağı ilə yol bağlandı. Patanlarla Duaçatı, Bayıl, bütün rayon yolları buradan gəlir keçir. Böyük maşınlar buradan keçir. Bunu bağlamaq bilsən nə deməkdir? Bu iflic eləməkdir. Hər il 15 bin tələbə çıxardırlar. O tələbələr mütəxəssis hara gedir bunlar? Bu yoxdur bizim bir ağsaqqal. Bu geoloqlar yoxdurmu ki? Abi yolun qırağı ilə kanal açmalıdırlar. Su çəkilməlidir, kanalizasiya çəkilməlidir. Nətər gəldi? Bu yenə daşacaq. Yəni bu üstünə yenə beton töksələr yenə daşacaq. Ömrü boyu aşıb açacaq bu. Beləncə eləməklə aşacaq. Nə oldu? Sovet vaxtı niyə aşmadı? Sovet vaxtı aşırmağa qoymadılar.